Salam əziz tələbələr, bugün sizlərlə birlikdə çox gözəl 17 sualın izahına baxacağıq. Yəni bu suallar qəbula düşüb və düşə biləcək suallardır, təkrar düşə biləcək suallardır və orta və ya ağır çətinlikdə olan suallardır. Bunları necə rahat bir şəkildə yaza bilərik? Bu videoda onlara baxacağıq. İndi birinci görürük ki, yəni qəbullardan xəbəriniz varsa, qəbullara tez-tez düşən bir qum saatı məsələsidir. Deyir, zabit əskərə düz 5 dəqiqədən sonra hücuma başlamağa əmr etdi. Əskərin 3 dəqiqəlik və 4 dəqiqəlik 2 ədəd qum saatının köməyi ilə 5 dəqiqəlik zamanını təyin edərkən hansı qum saatını nə vaxt çevirməli olduğunu taparaq uyğunluğu müəyyən edin. Və biz burada bilirik ki, əskərin yalnız 2 dənə qum saatı var. Yəni zamanı ölçə biləcək başqa heç bir cihazı, qurğusu və s. yoxdur. Yalnız 2 ədəd qum saatı var. Biri 3 dəqiqəlikdir, biri 4 dəqiqəlikdir. Biz indi burada nəyə baxmalıyıq? Biz birinci baxmalıyıq ki, bunun 3 dəqiqə və 4 dəqiqəlik 2 dənə qum saatı varsa, bu heç vaxt ikisindən də balaca olan 2 dəqiqəni ölçə bilməz. Yəni bu 2 dəqiqə anında heç nə özündən eləyə bilməz. Ona görə 2 dəqiqə anında heç biri olacaq. İndi daha ətraflı baxsaq, qum saatlarını çəkib, daha ətraflı. Bizə nə lazımdır? Əmrdən 2 dəqiqə sonra, 3 dəqiqə sonra, bir də 4 dəqiqə sonraki anlar lazımdır. Biz hər ehtimal əmrdən 0 dəqiqə sonra, yəni əmr vaxtı olan, ondan sonra 2 dəqiqə, ondan sonra əmrdən 2 dəqiqə və 3 dəqiqə. Bir də 4 dəqiqə sonraki zamanlara baxırıq. İndi əmr vaxtı bir dənə saatlara baxaq. Saatların ikisində, qum saatının ikisində tərsini çevirmiş olur. Bu formada. Bir 3 dəqiqəlik, bir də 4 dəqiqəlik. Burada yazaq 3, 4. 4 dəqiqəlik saatda bu formadadır. İndi hal-hazırda 3 dəqiqəlik saatda 3 dəqiqənin hamısı yuxarıdadır, aşağıda qum yoxdur. Bunu qum olaraq düşünün də, 3 dəqiqəlik qum yuxarıda var, aşağıda qum yoxdur. Burada da 4 dəqiqəlik qum yuxarıdadır, aşağıda qum yoxdur. Sonra 2 dəqiqə anındakı vəziyyətə baxırıq. Bunu daha geniş çəkək, xətti. Rahat qum saatlarını çəkə bilək deyə. Sonra 2 dəqiqə anında, ikinci dəqiqə anında. Yuxarıda artıq bizdə 1 dəqiqəlik qum qalıb. 2 dəqiqəlik qum axıb aşağı, düzdür? Digər qum saatını çəkək. 4 dəqiqəlik qum saatını. Burada da 2 dəqiqə yuxarıda, 2 dəqiqə aşağıda. Və ya saxlaya bilərsiniz ki, qum saatı bitmədən onu çevirmək olmaz. Niyə? Çünki siz bilmirsiniz qumun hansı hissəsi axıb, hansı hissəsi axmayıb. Siz göz yarı deyə bilərsiniz. Bunun 3də biri axıb, demək bu 1 dəqiqədir. Amma göz yarı iş görülmür də. Dəqiq 5 dəqiqə lazımdır. Dəqiq olması üçün 1 saniyə belə oyan bu yan olmamalıdır. Onun üçün yalnız tam bitəndə çevrilməlidir. Və qum saatı 3 dəqiqəlik qum saatıdırsa, yalnız siz onu 3 dəqiqə ölçə bilirsiniz. Yəni tam bitəndən sonra çevrilə bilərsiniz. İndi ona görə 2 dəqiqə anında heç bir iş görmürük. Burada olur cavab C. 2-yə C-ni onsuz göstərmişdik. 3 dəqiqə anına baxaq. Demək 3 dəqiqə anında qum saatlarından, yəni bu 3 dəqiqəlik qum saatında yuxarıda vaxt bitir. Yuxarıda qalır 0, aşağıda qalır 3. Tam da bu anda, yəni 4 dəqiqəlik qum saatına da baxaq. 4 dəqiqəlik qum saatı bu anda necə olmuş olur? Yuxarıda qalıb 1 dəqiqə, aşağıda da 3 dəqiqə. İndi biz düşünürük ki, bizə hal-hazırda 2 dəqiqəni hesablamaq lazımdır bu halda. Biz 2 dəqiqəni necə hesablaya bilərik? Deyəlim ki, bu 1 dəqiqə aşağı axan vaxtı digər saatda, yəni 3 dəqiqəlik saatda mən 1 dəqiqə yığım necəsə, 4-cü dəqiqə anında 3 dəqiqəlik saatda 1 dəqiqə yığılmış olsun, sonra onu bir dəfədə çevirərəm, 5 dəqiqəyə çatarım. İndi bunu praktik olaraq göstərməyə çalışaq. Biz götürüb 3 dəqiqəlik saatı çeviririk. 4 dəqiqəlik saatı dəymirik. Niyə dəymirik? Çünki o bitməyib. Bitmədən heç nə eləyə bilmərik, çevirə bilmərik. 3 dəqiqəlik saatı çevirdim, artıq yuxarıda oldu 3, aşağıda oldu 0. Yəni 3 dəqiqə anında, 3 dəqiqəlik saat bitən kimi tərsini çevirdim. Digər saatda da hələ dəyməmiş. Bir də 4-cü dəqiqə anına baxıram. 4-cü dəqiqə anında hal-hazırda birinci 4 dəqiqəlik saat çəkək. 4 dəqiqəlik saat yuxarıda artıq qalıb 0, aşağıda qalıb 4. 3 dəqiqəlik saatın vəziyyətinə baxaq. 3 dəqiqəlik saatın son vəziyyəti belə idi də, yuxarıda 3, aşağıda 1. 3-dən 4-ə cəmi 1 dəqiqə dəyişib. Demək, yuxarıdan 1 dəqiqə azalıb, qalıb 2, aşağıdakı 1 dəqiqə axıb aşağı, qalıb 1. İndi bizə 1 dəqiqə lazımdır, düzdür? 1 dəqiqəni görən burada necə ala bilərəm? 4 dəqiqəlik saatı fırlatsam,
O 4 dəqiqə axmalıdır ki, biz oradan nəsə ala bilək. Yəni 4 dəqiqəni ölçə bilərəm, 1 dəqiqəni yox. Amma bu 3 dəqiqəlik saatı fırlatsam, nə olmuş olur? Yuxarıdakı 1 dəqiqə aşağı axır və nəticədə oradan 1 dəqiqəni ölçə bilirik. Ona görə yenə burada 3 dəqiqəlik saatı bir dəfə fırladıram. Və yuxarıda qalır 1, aşağıda qalır 2. Və hər ehtimal ən son göstərmək üçün 5 dəqiqə anını da çəkək. Artıq 5 dəqiqə anında yuxarıdakı 1 dəqiqə də axır aşağı olur 0, 3. Digər tərəfdə də onsuz 0,4 ilə olduğu kimi qalır, o saatı dəyməmiş. Yəni bizdən bir də minimal sayda döndərmək istəyir deyə minimal sayda çevrilmələr istəyir. İndi sualın şərtini onu qeyd etməmişik. Minimal sayda çevrilmələr lazımdır. Yəni imtahana düşəndə o formada düşür. Biz də baxırıq 4 dəqiqəlik saatı heç çevirməmişik. Əvvəldə çevirmişdik, odur. Əvvəldə onsuz ikisi də aşağı başlayır da, yəni 3 dəqiqəlik saatı 3-cü dəqiqə anında, bir də 4-cü dəqiqə anında çeviririk. 2-ci dəqiqə anında da görürsünüz ki, heç birinə toxunmamışıq. Onlar 2-ci dəqiqə anında heç birini çevirmirik. 3-cü dəqiqə anında 3 dəqiqəlik saat çevrilir. 4-cü dəqiqədə də yenə 3 dəqiqəlik saat çevrilir. Yəni bunu daha rahat yolu istəsəz, yəni bunu başa düşməkdir ən rahat yolu məncə. Hər bir sualın ən rahat yolu başa düşməkdir. Yox, anlamaqda çətinlik olursa daha rahat necə yala bilərsiniz? Əgər 2 dənə qum saatının ikisindən də kiçikdirsə bir vaxt, burada verilən vaxtlardan biri. Onun yerinə qeyd edilsə heç biri, yəni həmin anda heç bir saat çevrilmir. Digər ikisində isə 3 dəqiqə və 4 dəqiqə burada verir, başqa dəqiqələr də verə bilər. Kiçik qum saatını götürüb yazırsınız. Əgər sual, yəni bu formada və ya ədədləri dəyişilmiş formada düşsə ki, indiyə kimi ancaq elə düşüb, cavab bu formada olur. Yəni burada ən kiçik verilən vaxt qum saatlarının ikisindən də kiçikdirsə heç biri döndərilmir. Digər iki vaxtda isə kiçik olan qum saatı döndərilir hər ikisində. İndi bu sualı bildiksə birinci sualı keçirik. İkinci suala. Qrafik sualıdır. Görürük ki, birinci qrafiki oxumağa çalışırıq. Qrafiki oxuyub burada başa düşsək. Görürük ki, burada müəyyən su var və deyir dolu hovuz. Dolu hovuz verilib. Dolu hovuz x ton tutur. Bilmirəm nə qədər verilməyib. Dolu hovuzdan 8 saata su boşalır, tamamilə sıfıra düşür. İndi biz bunu necə tapa bilərik? Görürəm 2 dənə hissə var da qrafikin. Bir bu hissəsi var, bir də növbəti hissəsi var. Biz dəqiq olan hissəyə baxırıq. Görürəm bu hissədə su neçədən 36-ya düşüb bilmirəm deyə həmin hissəyə baxmıram. İkinci hissəyə baxıram. Və bunu daha rahat, onsuz bu videoda məqsədimiz daha rahat izahlara baxmaqdır. Yəni normal qrafik oxuya bilən, riyaziyyat fizikanı yüksək səviyyədə bilən biri bunu rahat şəkildə onsuz eləyəcək. İndi daha rahat necə eləyə bilərik? Yəqin ki, hər kəs hipotenuz və katetlər bilir də. 90 dərəcəlik üçbucağın 90 dərəcə bitişik hissələri katetdir, böyük hissəsi də hipotenuz. Bunu hipotenuz olaraq götürürsünüz. Əgər bu hipotenuzsa bunun katetləri hansıdır? Biri budur, düzdür. Digəri də bu formada. Katetlərini çəkdim. İndi baxıram katetlər nəyə bərabərdir? Bu hissə 2-dən 8-ə gedib deyə. 2-dən 8-ə nə qədər var arada? 8 çıx 2 bərabərdir 6. Bir də bu katetə baxıram. Bu hissə həmişə 0 olur aşağıda. Başlanğıc nöqtəsi. 36-dan 0-a düşüb deyə burada olur 36. Bir katet 36-dır, biri 0. Yəni 36 ton su 6 saata tam axıb bitir. Düzdür? Və xətt görürsünüz düz xəttdir də. Yəni stabil olaraq axır. 36 ton su 6 saata axırsa 1 saata neçə ton su axar? Buradan da çarpaz vururuq. Düz mühasibə olduğu üçün 6x bərabərdir 36-ya, x bərabər olur 6-ya. İndi buradan x-i tapdıq. Sadəcə bu yuxarıdakı x-lə qarışdırmayın. Buna y yazaq. Yəni o x bu x deyil də. Biz sadəcə x olaraq yazdıq ki, bilək 1 saata neçə ton su axır. Demək 1 saata 6 ton su axır. Və görək ümumi su neçə saata bitib? 8 saata. Ona görə 8-i vururam 6-ya, elir 48. Demək 48 ton su varmış ki, hər saat 6 azalıb 8 saata bitib. Demək dolu hovuzun həcmi 48 tondur. Bizə deyir hovuzun 50% neçə tondur? Dolu 48-dirsə, 48-in yarısıdır da 50%. 50% yarısıdır. 48-in yarısını tapırıq, elir 24. Və elə 48-i 50%-ni tapmaq üçün 50-yə vurub 100-ə bölərsiniz. O da eləyəcək yenə 24. Demək bu sualda da bildiyi cavab C variantıdır. Sonra keçirik 3-cü suala. İndi 3-cü suala baxırıq.
Bizə deyir, bu hərflər bir-birindən fərqli rəqəmlərdir. Və aşağıda baxıram, deyir A2-dirsə, T-nin ala biləcəyi qiymətləri tapın. Qiymətlərin cəmini daha doğrusu tapın. A-nın yerinə gətirib 2 yazıram. Bizə şərtdə verib də A2-dir. Ondan sonra normalda toplamaqsa, gəlib sona baxmağa çalışıram. Amma görürəm ki, Ə-ni bilmirik, L-i də bilmirik. Yəni bunu buradan tapa bilmərik. Ona görə deyirəm, sondan alınmırsa, gəlmə əvvələ baxın. İndi görürəm ki, 200, 200, sonra neçə minsə 200, yenə də neçə minsəni toplayırıq, alınır 5 rəqəmli bir ədəd. İndi düşünürəm, biz 2 yaza bilmərik, düzdür? 2-ni yazmışıq. Və n 0 da ola bilməz. 0 ədəd başlamır. N ya 1-dir, ya da 3-dən böyük. Birinci deyirəm ki, baxın, onsuz n 1 olur. Bəs niyə 3 və ya böyük ədəd olmur, ona baxaq. N-in yerinə 3 yazsaq, dəqiq olmayan bir şey yazıram hal-hazırda deyə, gör nə yazıram ki, bizim üçün rahat olsun. Dəqiq olanları qırmızını yazıram. İndi n 3 olsa, düşünün, bu 30 mindir, düzdür? Bizim əlimizdə var 3000, 200, 200 və B. B ilə başlayan bir 4 rəqəmli ədəd. B də deyə maksimum olsun 9. 9000, 3000, bir də 200, 200. Sizcə bunları toplayıb 30 min ala bilərik. Almarıq da. 9000, 3000 toplayırsınız. 12000. Yerdə qalanlar da maksimum bizə 1000 verəcək. Olacaq 13000. Yəni bu 30 min olmur ki. Heç yaxından belə keçmir. Ona görə n 3 ola bilməz. Və ya 4 ola bilməz. Getdikcə çünki n böyüyə-böyüyə fərq daha da artacaq. Yəni çata bilmərik. N məcbur olmalıdır 1. Artıq n-i dəqiq olaraq 1 tapdıq deyə gətirib qırmızı ilə n-in yerinə yazıram 1. Ondan sonra deyirəm ə-yə baxaq. İndi ə-yə baxıram. Ə deyirəm neçə ola bilər? Baxıram 1 ilə 2 yazmışıq, düzdür? Ə 0 ola bilər və ya yenə 3 və ya böyük. İndirəm yenə. Ə-nin yerinə 3 olsaydı, düşünün, B-nin yerinə də lap 9 olsun. Ən böyük ədədi qoyuram, yenə çatmayacaq yəni. 200, 200, 9200, 1300. Bunları təqribi toplayıram. 10500, 11000. Yəni arada 2000 kimi bir boşluq qalır. Yəni onu da heç cürə doldurmaq olmur, dolmur. Çatmır yəni. 14000 olsa biraz da fərq böyüyəcək. 2900, 3000 olacaq fərq. 15000 olsa biraz da fərq böyüyür. Yəni heç cür çatmır. Ona görə ə 3 və ya ondan böyük ola bilməz. Yerdə bir dənə qalmışdı bizə 0. Ə dəqiq olaraq olmalıdır 0. Başqa çünki heç nə alınmır. İndi ə-nin yerinə 0 qoydum. 2, 2, 2, 0. Toplayanda edir 6. Demək el oldu 6. Burada da belə bir şey yaza bilərsiniz. Ədədləri buradan özünüz üçün qeyd edə bilərsiniz. Hansını tapırsınızsa, dəqiq olaraq tapırsınız əlbəttə ki. Buradan silirsiniz ki, sonra sizin üçün rahat olsun. Məsələn 0 dəqiq tapmışıq. 1, 2, 6. Bunlar dəqiq tapılır. Ondan sonra B-yə baxıram. Görürəm ki 200, 200. Sonra B, bir də N ilə başlayan ədədlər toplanılıb 10.000 olub, düzdür? Deyirəm B onda böyük ədəd olmalıdır. Hər halda burada 4-5 min olmaz. Ya 8000'dir ya 9000'dir. 8000 yoxlayaq. 200, 200, 8200 bir də 1000. Bunları toplayanda eləyir 9600. Burada T ilə B-nin yerinə böyük ədədlər də qoysam uzağı olacaq 9700 və ya 9800. 10.000'ə çatmır. Yəni B-nin yerinə 8 qoyanda heç cür 10.000'ə çatmır. Maksimal 9700 olur. Ona görə deyirik ki B 8 deyil. B məcbur olmalıdır 9. Yəni daha böyük olmalıdır. B-nin yerinə də 9 yazıram. B-nin yerinə 9 yazanda artıq görürük ki burada alınır hələ ki, ədə alınır. Bizdə bir nə qalır? S qalıb, I, T qalıb. 9 da getdi bizdə. S, I və T qalıb. İndi düşünək ki, S neçə ola bilər? Yenə görəm 2, 2, 2, 0. Bunları toplayıb S alır. Amma S 6 ola bilməzdir, çünki L 6'dır. Ona görə düşünürük ki, buradan öncəki hissədən bunları toplayanda 10-dan və ya 20-dən böyük alınır ki, bura plus 1 və ya plus 2. Yəni toplayandadır deyək, məsələn 5 alınır 1 yadda, 6 alınır 2 yadda, o formada. Yəni bu 10 və ya 20 alınır ki, onlardan böyük ədəd alınır ki, digər tərəfə də təsir edir, özündən sol tərəfə. İndi onlara baxıram, T-nin yerinə bir dəfə yerdə qalan ən böyük ədəd 8-i qoyacağam, bir dəfə də 3-ü qoyacağam ki, baxım S-in üstünə, yəni burada plus 1, plus 2 neçə ola bilər də, ehtimallara baxıram. Görəm ki, burada 3 qoysam, 3, 1, 9, 1. Bunları toplayıram, alınır
14, yəni i-ni yerinə 4 yazıram. 1 yadda, plus 1 keçir bura, s olur 7. Sonra baxıram, başqa deyirəm neçə eləyə bilərik. Başqa da deyirəm bura digər ədədi qoyaq. Digər nəyə qoya bilərdik? 3. Yəni S1 ehtimalla t-ni yerinə ən kiçik ədədi qoyanda 7 alındı. Ən böyük 8-i qoyanda 8, 1, 9, 1. Bunları toplayıram, alınır 19. 9 yazardıq, 1 yadda, S yenə olardı 7. Yəni ən kiçik və ən böyük ədədi qoydum t-ni yerinə. Yəni minimal və maksimalları tapmaq üçün və hər ikisində S 7 alındı. Demək S dəqiq 7-dir. S yenə dəqiq olaraq gətirib yazırıq 7. Burada da 7-ni silirik. İndi bizim əlimizdə qalıb 3, 4, 5, 8. İndi T baxırıq hansı ola bilər. T əgər 8 yazsaq T-ni yerinə, bunları toplayanda i gətirib olur 9. Amma bu ola bilməz. Niyə? Çünki B-nin yerinə biz 9 yazmışıq da i artı 9 ola bilməz. Demək bu ehtimalı çıxırıq. Demək 8 ola bilməz. T-nin qiymətləri bizə lazımdır da. Sonra 5 qalır. Gətirib bura 5 yazırıq. 5 olsa i olacaq 6, amma L 6 idi, düzdür? Demək T5 də ola bilməz, düz gəlmir. Sonra gətiririk, 4 qoyuruq T-nin yerinə. T-nin yerinə 4 qoyanda i olur 5. Baxıram, yerdə qalanlardan nə 4 var, nə 5 var da. Yəni T4, i də 5 ola bilər, problem yoxdur. Ona görə qiymətlərdən biri olur 4. T4 ala bilər. Bir də T-nin yerinə 3 qoyanda i olur 4. Görəm ki, yerdə qalanlardan heç biri 3 və ya 4 deyil də. Ona görə bu ehtimal da ola bilər. Yəni T-nin yerinə 3 və ya 4 ola bilər. Onları da toplayanda cavab olur 7. O da görək hansı variantdadır? B variantında işarələyirik, keçirik 4-cü suala. 4-cü sual deyir ki, birinci şəkil kubun açılmış vəziyyətidir. Bu kubun 4-ünü şəkildəki kimi yan bayana qoysaq, yəni ikinci şəkildə söhbət gedir. İkinci şəkildəki 20-dir, yan bayan qoysaq, alınmış fiqurun bir üzündə, bir üz deyəndə burada üst, sol, sağ, yəni onlardan biri nəzərdə tutur ki, hər hansı bir üzündə mövcud vəziyyətdə fiqurun yuxarı üzündəki deyir, bir üzündə 3, 2, 1, 6 görsənir. Və deyir ki, bu halda mövcud vəziyyətdə kubun yuxarı üzündə, yəni qeyd etdiyimiz hissədə olan nöqtələrin cəmi ən az neçə ola bilər? İndi baxıram, birinci bu kuba. Bunun üst üzündə görəm ən az neçə ola bilər? Bunun üst üzündə biz baxırıq nə ola bilməz. Ola bilməzləri tapsaq, digər hər şey ola bilər də. Bir özü ola bilməz, düzdür? Çünki özü bizə görsənir. Bir də bilirsiniz ki, kubun 4 dənə qonşu üzü olur. Üçün yanında hal-hazırda bu qonşu üzdür. 4 dənə qonşu üzü olur. Bir dənə də qarşı üzü olur. Üçün qarşı üzü nədir? 2. Demək, bunun üst üzündə 2 ola bilməz. Bir də özü ola bilməz, 3. Digər hər şey ola bilər. Digər hər şey ola bilərsə, burada ən kiçik nədir? 1. Demək, buraya yazıram 1. Nöqtə olaraq qoymuram, rəqəm olaraq yazıram ki, toplamaq rahat olsun. Sonra 2-yə baxıram. 2-nin qarşısında 3 var. Demək, 3 oraya yazıla bilməz və 2 özü yazıla bilməz. Yerdə qalan ən kiçik 1-dir. Ola bilər 1. Sonra 1-ə baxıram. 1-in qarşılıqlı üzü 6-dır, düzdür? Qarşılıqlı üzü necə tapırıq? Bir düz xət üzərində, belə bir düz xət çəkdim. Bir düz xət üzərində qalan və aralarında bir tərəf olan. Məsələn, 1-dən 6 bir düz xət üzərində də aralarında da bir dənə üz var, 4. Demək, 1-dən 6 qarşılıqlı üzdür. Və ya 2 ilə 3. Bir düz xət üzərindədir, aralarında da bir dənə üz var, 4. Demək, 2 ilə 3 qarşılıqlıdır. 4-dən 5, bir düz xət üzərindədir, aralarında da bir dənə üz qalıb, 6. Demək, 4-dən də 5 qarşılıqlı üzdür. Bir kubda 3 dənə qarşılıqlı üz olur. Qarşılıqlı üzlərdə eyni anda görsənə bilməz. İndi 1-i gördüm. 1-in demək özü və qarşılıqlı üzü 6 ola bilməz yanında, qonşu üz olaraq. Yerdə qalan ən kiçik nədir? 2. 2 ola bilər. Bir də 6 lazımdır. 6-nın özü və qarşılıqlı üzü 1 ola bilməz yanında. Yerdə qalan ən böyük hansıdır? 2. Daha sonra yerdə qalan ən kiçik 2-dir də. Demək 2 ola bilər. Bunların da hamısını toplayırıq. 1, 1, 1. Yəni 1, 1, 2, 2. Hamısını topladıq, oldu 6. O da görə B variantında da işarələyib keçirik 5-ci suala. 5-ci sualda görürük 20 yanvar 2026-cı il həftənin çərşənbə axşamı gününə təsadüf edərsə, həmin ilin 8 noyabr tarixidir, həftənin hansı günə düşür.
Biz burada nə edirik? Açırsınız kalendarı, baxırsınız ki, 8 noyabr hansı günə düşür. Əlbəttə zarafat edirik, o formada eləmişsiniz. Çünki imtahanda bizdə kalendar olmayacaq, düzdür? Onu elə götürürsünüz. Nə edirsiniz? Birinci bilməli lazımdır ki, həftənin günləri hansıdır? Onu sıralamasını bilməlisiniz. Bir də hansı ay 31 gündür, hansı 30 gündür? Fevral daha sonra 28, 29 olur, onu bilməliyik. Demək, fevral bilirik ki, 4 ildən 1 29 olur da. 4 ildən 1 deyəndə onu necə bilirik? Əgər il, verilən il 4-ə bölünürsə, fevral 29. 4-ə bölmənin şərtini də bilirsiniz də. Son 2 rəqəm 4-ə bölünürsə. Yəni bir də 2026-nı 4-ə bölməyin. Son 2 rəqəm 26 4-ə bölünürsə, demək fevral 29 olacaq həmin il. Burada görəm 26 4-ə bölünür, yox, tam bölünmür. Ona görə fevral 28. Fevralı 28-dən götürəcəyik. Yəni bu il fevral 28-dir. Sonra bir də bilməlisiniz ki, hansı ay 31-dir, hansı 30-dur. Onu da bilmirsinizsə, internetdə yazıb baxa bilərsiniz. Yəni ayları necə saxlamaq lazımdır. İstənilən dildə yazsınız, yəqin ki, çıxacaq. Yəni barmaq qaydası var. Yumruq edirsiniz əlinizi, oradan saya bilirsiniz. Yəni, barmaqların şiş nöqtələri və aralarında qalan boşluqlar. Yəni o formada yad saxlamaq olur. Elə bir qayda var, internetdə yazıb baxa bilərsiniz. İndi baxırıq, yanvar 31 gündür. Biz tarixdə irəli gedirik, düzdür? Demək, yanvarın sonuna neçə gün qalıb? Elə sadəcə 31-dən 20 çıxırsınız, elir 11. Sonra fevral, dedik ki, 28 gündür, bayaq onu tapırdıq. Həmin ildə yəni. Mart 31 gündür, aprel 30-dur, may 31-dir, iyun 30-dur, avqust 31, və bir dəqiqə, iyul yaddan çıxdı. İyul 31, avqust 31, sentyabr 30, oktyabr 31, bir də noyabrın 8 lazımdır, düzdür? Ona görə noyabrdan da yazırıq 8. İndi bir var, bunların hamısını toplayıb, 2 dənə qayda var. Hamısını toplayıb 7-yə bölüb qalığı götürəsiniz. Amma o formada məncə daha pisdir, daha çətindir deyək. Daha çox vaxtınız alacaq. Çünki 7-yə bölmənin sırf qaydası yoxdur deyə. Bölmədə səhv edə bilərsiniz. Çox ədəd var, böyük ədədləri. Toplamada səhv edə bilərsiniz. Ona görə onun tərəfdarıyam ki, birinci bunları 7-yə bölüb qalığı tapaq. Sonra qalıqları toplayıb təzədən 7-yə bölək. İndi bu ikinci dediyim sizə daha qəliz gələ bilər. Amma siz avtomatik biləndən sonra ki, 31-i 7-yə böləndə qalıqda 3, 30-u böləndə 2 qalır. Çox sürətli bir şəkildə, yəni digərindən daha sürətli bir şəkildə eləyəcəksiniz. İndi 11-i 7-yə bölürəm, yalnız qalıqları yazıram. 11-i 7-yə böləndə qalıqda qalır 4. 28-i böləndə qalıq qalmır. 31-i böləndə qalıqda 3, 7-yə bölürəm hamısını. Çünki həftə 7 gündən bir təkrarlanır, düzdür? Periodu 7-dir. 30-u 7-yə böləndə 2, 31-dən 3, 30-dan 2, yenə 3, 3, 2, 3, 8-də 7-yə böləndə qalıqda qalır 1. İndi bir dənə bəzən sual verirlər ki, 6-nı məsələn 7-yə böləndə qalıqda neçə qalır? 7-yə bölünmədiyi üçün 0 dəfə bölünür, qalıqda ilə 6 qalır da. 7-dən kiçik hissədə qalıq özüdür. Ondan sonra bu ədədləri toplayıram. 4 ilə 0 toplayıram. 4, 7, 9, 12, 14, 17, 20, 22, 25, 26. Sonra 26-nı yenə 7-yə bölürəm. Neçə alındığının heç bir önəmi yoxdur, bizə qalıq lazımdır. Qalıqda alınacaq 5. İndi qalıqda 5 alındı, biz də tarixdə irəli getmişdik. Tarixdə irəli getmişdik deyə qalığı ən başda bizə verilən həftənin günü üzərinə gəlir. Həftənin neçənci günə bizə vermişdi? 2-ci gün. 5 günə gəlirəm onun üzərinə, istəyirsiniz barmaqla saya bilərsiniz. 3, 4, 5, 6, 7 kimi. Və ya ikinci gündür, 2-nin üzərinə 5 gəlirəm, elir 7. O da olur bazar günü. Və ya burada ikinci gün verməsəydi. Deyərsiniz ki, qalığı məsələn, deyək 4-cü gün verib, qalığı üzərinə gəlirəm, gəlir 7-ni keçirir, o necə edir? 4-cü gün məsələn vermişdi, qalığı üzərinə gəldim, oldu 9-cu gün. 9-cu gün yoxdur ki, 7-dən böyüdür. 7-dən böyüdsə, bundan bir dənə 7 çıxırsınız, alınır 2. Yəni, bu formada da eləyə bilərsiniz. Yəni, ikinci gün olacaqdı, əgər 4-cü günün üzərinə 5 gün gəlsəydi. Hər halda bu sualda da bizə cavab oldu. Bazar günü düşünürəm ki, qanunlu qalan bir məqam olmadı. Sonra keçirik 6-cı suala.
6-cı sual da biraz çətin görsənir, amma çox da çətin deyil. Venn diaqramları ilə rahat bir formada həll eləmək olur. Deyir, bəzi k-lar m-dir, bəzi m-lər k-dır. İndi bunun bəzisi m, bəzisi k-dırsa, bu demək ki, bunların kəsişmə nöqtəsi var da. Götürüb 2 dənə Venn diaqramı çəkirəm. Buna deyirəm k, buna deyirəm m. Kəsişmə nöqtəsi var da. Bu hissədə olan k-lar m-dir, m-lər k-dır. Sonra deyir, bəzi k-lar l-dir, yalnız bəzi m-lər l-dir. Orada yalnız sözü çaşdırmasın. Yəni demək istəyir, bəzi k-lar l-dir, bəzi m-lər l-dir. Yəni k ilə m-in l-lə də kəsişmə nöqtəsi var. Hər ikisinin. Sonra deyir, p isə m deyil. Bu deməkdir ki, p ilə m-in ümumiyyətlə kəsişmə nöqtəsi yoxdur. Bura qədər hələ ki gəlmiş. Sonra deyir, bütün p-lər k-dır. Bu deməkdir ki, p k-nın daxilində yerləşir, m-lə kəsişmir. Bir də deyir, bəzi p-lər l-dir. Bu deməkdir ki, p demək birinci deyir, p m deyil. Yəni p-nin m-lə kəsişmə nöqtəsi yoxdur. Sonra deyir, p bütün p-lər k-dır. Yəni p k-nın daxilində yerləşir. Üçüncüdə deyir, bəzi p-lər l-dir. Yəni p həm də l-lə kəsişir. L-lə kəsişir. K-nın daxilində da m-lə kəsişmir. Ona görə p gəlib olmalıdır bu hissədə. Ondan sonra əgər heç bir n-in m olmadığı məlum olarsa, hansı mütləq səhv? Heç bir n m deyilsə, bu demək ki, m-lə n-in kəsişmə nöqtəsi yoxdur. N hardadırsa indi n-lə kəsişmə nöqtəsi yoxdur. Burada da ola bilər. Burada da ola bilər. Sadəcə m-lə kəsişmir. A variantına baxıram. Deyir, bütün k-lar n-dir. Bütün k-lar n-dir o deməkdir ki, k hamısı n-in daxilindədir. Yəni n minimum k-nı əhatə eləməlidir. Yəni m minimum k-nın ətrafında belə bir şey olmalıdır. Və ya ən azından k boyda olmalıdır. Elə də olanda istər-istəməz k m-lə kəsişirdi deyə n də m-lə kəsişmiş olacaq. Amma bizdə deyirdi ki, heç bir n m deyil. Yəni n-in heç cürə m-lə kəsişməz. Amma bu formada məcbur kəsişir. Bizdən də mütləq səhvi soruşur deyə də cavab olur A variantı. Yenə hər ehtimal digər variantlara baxaq. Deyir, bütün p-lər n-dir. Ola bilər, bütün p-lər n-dir. N-i bu formada çəkərəm. M-lə kəsişməz, amma bütün p-lər n-in daxilində olar. Sonra deyir, bütün n-lər p-dir. O da ola bilər. N p-nin daxilində olsun. Yenə bir problem yoxdur. M-lə kəsişmir. Bütün n-lər p deyil. Bu da ola bilər. N lap olur burada. N-i burada çəkirəm özümdən. Tamamilə ayrı bir yerdə. M-lə kəsişmir. P-lə də aidiyyəti yoxdur. Bütün n-lər k-dır. Bu da ola bilər. N olar k-nın daxilində. Amma m-lə kəsişməz. Yalnız yəni burada A variantı mütləq səhvdir. Ona görə burada da A variantını bildik. Keçirik 7-ci suala. Deyir, çubuğun altda biri kəsildikdə orta nöqtəsi 2 cm sürüşür. Çubuğun kəsilməzdən öncəki uzunluğu 2 dəfə uzunluq düşüb. Kəsilməzdən öncəki uzunluğu neçə santimetr idi? Demək, çubuğun orta nöqtəsini də tapırıq. Demək, çubuğun öz uzunluğunu x götürsək, orta nöqtəsi olacaq x bölünsün 2. Düzdür? Bu çubuğun uzunluğu olsun, bu da orta nöqtəsi x bölünsün 2. İndir altda biri kəsildikdən sonra. X idi, altda birini kəsib çıxardım. Qaldı altda 5x, düzdür? Və bu halda orta nöqtəsi nəyə bərabər olur? 6-da 5x bölünsün 2. Və ya 6-da 5x bölünsün 2 nəyə bərabərdir? 6-da 5x vurulsun 2-də 1, düzdür? Hansısa bir ədədə bölmək, onun tərsinə vurmaq deməkdir. Bu da bərabərdir 12-də 5x. Demək, əvvəl çubuğun orta nöqtəsi x bölü 2 idi. İndi 12-də 5x-dir. Və deyir ki, bu 2 cm sürüşüb. Demək, x bölünsün 2 çıxılsın 12-də 5x bərabərdir 2. Bu formada yaza bilərik də. İndi amma sadələşdirim ki, rahat hesablayayım. Hər tərəfi vururam 12-yə. Hər tərəfi 12-yə vuranda x bölünsün 2-ni vururam 12-yə. Olur 6x. 12-də 5x 12-yə vuranda 12-lər ixtisar gedir. Qalır 5x. 2-ni də 12-yə vuranda olur 24. Buradan da rahat görsəniz ki, x bərabərdir ilə 24. Bizə nəyi soruşurdu? Çubuğun kəsilməzdən öncəki uzunluğu. Biz çubuğun kəsilməzdən öncəki uzunluğunu onsuz x-ni ifadə eləmişdik deyə x-i nə tapdıq? 24. Ona görə cavab bu da olur. A variantı işarələyib keçirik 8-ci suala. Deyir, pilləkənləri 2-2 çıxıb 3-3 düşən adam 25 addımda pilləkənləri tam çıxıb düşdüyünə görə neçə pilləkən var? İndi bu 2-2 çıxıb 3-3 düşürsə, bu deməkdir ki, pillələrin sayı, pilləkəndəki pillələrin sayı. Burada əslində neçə pillə var deməkdir, pilləkən yox.
Bu o deməkdir ki, 2-yə 2 çıxıb 3-3 düşürsə, pillələrin sayı həm 2-yə, həm də 3-ə tam bölünür. Düzdür? Həm 2-yə, həm 3-ə bölünən ən kiçik ədəd, yəni əkob neçədir? 6. Ona görə pillələrin sayını götürürəm 6x. Çünki pillələrin sayı ya 6 olmalıdır, ya 12 olmalıdır, ya 18 olmalıdır. Yəni həm 2-yə, həm 3-ə bölünə bilsin deyə də. Ona görə 6x götürdük pilləkənlərin ümumi sayını. İndi deyirəm ki, bu 2-2 çıxanda neçə addım atır? 6x-i bölürəm 2-yə edir 3x. Çıxanda demək 3x addım atır. Sonra 6x-i bölürəm 3-ə, düşəndə baxıram neçə addım atıb? 2x. Demək çıxanda 3x, düşəndə 2x addım atır. Cəmi 5x addım atıb. Burada dedik ki, cəmi 25 addım atıb. Deyirəm 5x bərabərdir 25. Buradan x bərabərdir 5-ə. İndi x-i 5 tapdın. Bizdən sonra deyik ki, ümumi neçə pilləkən var? Ümumi neçə pillə var? Biz ümumi pillerin sayı nə demişdik? 6x. X-i də 5 tapmışam. Gətirirəm. 6x-də x-in yerinə qoyuram 5. 6 dəfə 5 edir 30. Demək 30 dənə pillə varmış. 2-2 çıxanda 15 addım atıb, 3-3 düşəndə 10 addım atıb. Və nəticədə cəmi 25 addım atmış olub. Onları burada da cavab tapdıq. D variantı işarələyib keçdik 9-cu suala. 9-cu sualda deyir kitabı 1-ci səhifədən başlayaraq səhifələyərkən ümumi 225 rəqəmdən istifadə olundu. Kitab neçə səhifədən ibarətdir? Burada görürəm hamısı 3 rəqəmli ədədlərdir onsuz. Bu o demək 1 rəqəmli və 2 rəqəmlər bitib 3 rəqəmlər qalıb da. Ona görə bilirəm 1 rəqəmli, 2 rəqəmli, 3 rəqəmli. Bu formada istifadə edilir. Demək 1-dən 9-a kimi, kitabın 1-dən 9-cu səhifəsinə kimi 1 rəqəmli ədədlərdir, düzdür? Və burada baxıram neçə dənə ədəd var. 9-dan çıxırsınız 1-i, üzərinə gəlirsiniz 1. 9 çıx 1 plus 1 olur 9. Demək bu arada 9 dənə ədəd var və 1 rəqəmli olduğu üçün hər birini yazmaq üçün yalnız 1 rəqəmdən istifadə olunur. Demək ümumi 9 dənə rəqəm istifadə etmişik hələ ki. Bu rəqəmlərə dilinizə baxa bilərsiniz. 225 rəqəm deyir. Bu rəqəm şamları olur ha, tortun üzərində qeyd edirsiniz. 10 kimi baxa bilərsiniz. Məsələn düşünün 22 yazmaq istəyirsiniz. Necə yazarsınız? Neçə dənə rəqəm sizə lazımdır? 2 dənə, düzdür? 2 dənə 2 alırsınız, yan-bayan qoyursunuz, olur 22. Yəni orada 2-nin eyni olmasını və s. nəzərə almırsınız ki, 2 dənə şam alırsınız da. Və ya 2222 yazmaq istəyirsiniz. 4 dənə 2 alırsınız da, yəni 4 dənə şam alırsınız, 4 dənə rəqəm götürürsünüz. Yəni burada demir eyni, müxtəlif. Yəni sadəcə deyək ki, 1-dən 125-ə kimi və ya neçəyə kimisə deyir. Ümumidir 225 dənə deyək ki, rəqəm şamımız var. O formada baxa bilərsiniz, rahat. Yəni neçə dənə 1-dən başlayıb elə bir ad günü qeyd edə bilərik. O formada baxa bilərsiniz. İndi 1-dən 9-a kimi 9 dənə rəqəm və ya şam getdi. Sonra 10 ilə 99 arası. Bu aralıqda neçə dənə ədəd var? 99-dan çıxırsınız 10-u, üzərinə gəlirsiniz 1. O da edir 90. Demək bu aralıqda 90 dənə ədəd var və 2 rəqəmlilərdir, düzdür? Demək hər birinin yazmasına 2 dənə rəqəm istifadə olunur. Məsələn 90-ı yazmaq üçün 9-dan 0, 2 rəqəm. 11-i yazmaq üçün 1-dən 1. Yəni hər birini 2 rəqəmlə yazırıq deyə bu aralıqda da 180 dənə rəqəm istifadə edirik. İndi baxıram, hal-hazırda bir rəqəmləri yazmaq üçün 9, 2 rəqəmləri yazmaq üçün 180. Ümumi 189 rəqəm istifadə eləmişim. Neçəsi qalıb? 225 çıxılsın 189 alınır 36. Demək 36 rəqəmlə də 3 rəqəmləri yazmalıyam. Azdan nəticəsiz 3. Demək 3 rəqəmlərin hər birini yazmaq üçün 3 rəqəmdən istifadə edirəm. Ona görə 36-nı bölürəm 3-ə. Görəm neçə dənə rəqəm yaza bilərəm. Daha sonra neçə dənə ədəd yaza bilərəm 3 rəqəmli. Bu da edir 12. Demək 9 dənə 1 rəqəmli, 90 dənə 2 rəqəmli, 12 dənə də 3 rəqəmli ədəd yaza bildim. Bunların hamısını toplayırıq. 9 üzərinə gəlsin 90, üzərinə gəlsin 12. Görəm ki, cəmi 111 ədəd yaza bildik. Yəni kitabı 111-ə kimi nömrələyə bilərik. Burada da cavabı D variantı tapıb keçirik 10-cu sualı. Sudoku sualıdır, qəliz görsənə bilər. Qəbul tipi sualıdır, qəbulda da olub. Amma çox rahat həll yolu var. Sudokunun qaydasına baxaq ilk öncə. Sudokunun qaydası nədən ibarətdir? Sətir, sütun, yəni istənilən sətir və istənilən sütun.
Məsələn, burada 6 dənə sətir, 6 dənə də sütun var, düzdür? İstənilən sətir, istənilən sütun və istənilən bu qara xəttlərlə hüdudlanmış hissədə təkrar olmamalıdır. 1-dən 6-ya kimi rəqəmlər deyirsə, 1-dən 6-ya kimi rəqəmləri bu 6 xanada məsələn elə düzməliyik ki, təkrar olmasın. Hərəsindən bir dənə. Sətirdə də hərəsindən bir dənə, sütunda da hərəsindən bir dənə. Bu stokun qaydasıdır. İndi baxıram. Deyirəm ki, bu xananın daxilində ən sürətli şəkildə deyəcəm. Bu xananın daxilində hardasa 4 olmalıdır, düzdür? Burada 4 olduğu üçün bu sətirdə, sütunda daha doğrusu 4 ola bilməz. Burada 4 olduğu üçün bu sətirdə 4 ola bilməz. 4 dənə xanada görürsünüz 4 ola bilməz. Və bu xanada da 6 yazılıb deyə orada da 4 ola bilməz. 5 dənə xana getdi. Yalnız bir xana qaldı. O da sual işarəsinin olduğu hissə. Bura olmalıdır 4. Yəni bu qədər sadə. Sadəcə biraz sudokunu praktika eləsəz, çox rahat bir şəkildə sudokları işləyə bilərsiniz. Yəni çox nadirən çətin bir şey düşür, əsasən rahat düşür. Çünki çətin olsa çox vaxt gedəcəkdir. Ona görə burada cavabı tapdıq rahat bir şəkildə. Y variantı keçirik 11-ci suala. Bunu da çox rahat bir şəkildə həll edəcəyik. Deyir, verilmiş 5 sözün at, ram, mart, may, tam. Aşağıda da 5 dənə dairə var. Hər bir dairə bir sözü bildirir. Məsələn, burada görürsünüz 5 dənə dairə var, düzdür? 2, 3, 4, 5. Çox da lazım olmadı deyə biraz pissəkdir. 5 dənə dairə var. O 5 dairənin hər biri bir sözü bildirir və bunlar da hər biri bir hərfi bildirir. Yəni yuxarıda olan bütün hərflər aşağıda var. Yəni cəmi 5 dənə fərqli hərf varmış, görürsünüz? Çox rahatdır əslində. İndi bunu necə baxa bilərəm? Görəm 4 yalnız bir dənə dairənin daxilindədir. 5 2 dairənin, 1 3 dairənin, 3 4 dairənin, 2 də 5 dairənin daxilindədir. Hərəsi fərqli dairələrin, yəni say olaraq daxilində olduğu üçün çox rahat bir şəkildə necə tapa bilərik? Görəm 1 2 3 4 5. 5 dənə A var, yəni hər sözdə A var. Ona görə A yalnız gəlib oturacaq burada ortada, bütün sözlərdə var deyə, hamısının kəsişməsində. Sonra digərlərinə baxaq. Dedim A 5 dənədir. Sonra baxıram məsələn T-yə. 1 2 3 dənə T var, düzdür? T-yə yazıram 3. Sonra M-ə baxıram. 1 2 3 4 dənə M var. Sonra baxaq R-ə. 1 2 dənə R var və bir dənə də Y var. Y də oldu bir dənə. İndi baxıram, hərəsi fərqli saydadır, düzdür? Burada 4 yalnız bir dairənin daxilindədir deyə 4 olur Y. 5 2 dairənin daxilindədir deyə 5 olur R. Sonra 1 3 dairənin daxilindədir deyə 1 olur T. 3 də 4 dairənin daxilindədir, 3 də olur M. Sonra gəlirik aşağı. Demək bizə lazımdır 1 T, yəni B variantı, 2 A, yəni C variantı, 3 M, yəni Y variantı. 1 B, 2 C, 3 Y. O da olur B variantı. Və hətta fikir versəz 2 A olduğu çox rahat şəkildə hamı tapa bilir də. 2-də də burada A-nı, yəni 2C yazandan sonra fikir verin C, D, Y və A variantlarında 2-yə C verilməyib. Y, B, D, A verilib. Yəni yalnız B variantı düzgün variantıdır. Ona görə bu formada da əslində çox sürətli cavabı tapa bilərdiniz. Sonra gəlirik bu məşhur ovçu misalına. Bir dənə burada belə bir şey açaq ki, ovçu misalını rahat bir şəkildə yaza bilək. Aha, indi burada götürürük. Bir heyvanlar L, M, K, N, G hərfləri ilə işarə olunmuşdur. Ovçunu görən L cökəni. Birinci ağacları yazaq burada. Demək ağaclar olur. Cökə. Sonra çinar. Palıd. Fıstıq. Şabalıd. Bir də deyir 2 dənə ağacına qalıb. Şamla küşnar. Şam.
Küknar. İndi bu ağaclar var. Bunların xəttini uzadaq, çünki bizə arada 9 dənə gediş lazım olacaq. Sonra deyir ki, ovçunu görən el cökəni, yazıram el. Demək, el cökənin. Sonra M çinarın. M çinarın. Bunu biraz qalın yazmağa çalışaq, rahat görsəniz. El cökənin, M çinarın. Ondan sonra nə verib? K palıdın. N fıstığın. G-də şabaldın deyir, aranda gizlənir. Bunları yazdıqdan sonra şərtləri başa düşməliyik. Deyir, hər bir heyvan yerini yalnız ovçu onun gizləndiyi yerə istiqamətlənəndə dəyişir. Heyvan digər heyvanların gizləndiyi yerə keçə, özlərinin axırıncı tərk etdiyi yerə qayıda və ovçu ilə yerini dəyişə bilməz. İndi baxaq, ovçu ilə yerini dəyişə bilməz, rahat başa düşmək olur. Digər heyvanlardan gizləndiyi yerə də keçmək olmaz. Onda rahat başa düşmək olur. Bir, son gizləndiyi yerə qayıtmaq olmaz hissəsini deyə ki, başa düşməyə bilərik. Onu da axırda göstərəcəm. İndi bunu, xəttlərin sayını burada biraz artıraq. Hardasa 9 gediş lazımdır deyə xəttlərin sayını biraz artırsaq, sonra bizim üçün rahat olar. Demək, 3, 6, 7, 8, hardasa 9 oldu da. Ondan sonra deyir, ovçu birinci gedişdə Şamın yanına gəlir. Gətirir bura, ovçu birinci gedişdə Şamın yanına gəlir. Bir problem yoxdur, orada heyvan yoxdur, tutmur da. İkinci gedişdə cökənin yanına gəlir. İndi cökədə olan el qaçmalıdır. Hara qaçmalıdır? Baxıram, hal-hazırda hara boşdur? El doludur, düzdür. Yəni, daha doğrusu cökə, ovçu oraya gəlib, onsuz el oradaydı, qaçmalıdır. Çinarda M var, palıqda K var, fıstıqda M var, şabalıqda G var. Ovçu da sonuncu dəfə Şamdan gəlib deyə orada qaça bilməz. Yəni, burada görürsünüz, sonsuz altdan yerdə nəsə var da, doludur. O formada rahat şəkildə baxın. Yəni, özünüzü çətin salmağa ehtiyac yoxdur. Bir dənə burada küknarda hal-hazırda heç nə yoxdur. Ona görə gəlir küknara. M yox, el. El gəldi küknara. Ondan sonra digərlərini də burada tez bir şəkildə elə olduğu yerdə qalıb deyə bu formatı qeyd edə bilərsiniz. Və ya qeyd eləməyə də bilərsiniz. Qeyd eləməyim, başınız qarışmasın. Ya da eylə də bilərsiniz. Yavaş-yavaş eyləyirsiniz ki, öyrəşəsiniz. Amma məncə ehtiyac yoxdur. Qeyd eləmədən baxsaz, daha sürətli şəkildə eləyərsiniz. İndi el gəldi küknara, yəni bu formada öyrəşsiniz. Sonra deyir ki, üçüncü gedişdə fıstığın yanına gəlir, düzdür. İndi fıstığın yanına gəlir, fıstıqda nə var? N. N qaçmalıdır. Hara qaçmalıdır? N baxıram, qaçmalıdır. Hara qaçmalıdır? Bu nöqtə ki var, düzdür. Bunun 2 dənə aşağısına. Yəni, üçüncü gedişdə isə ovçunun birinci gedişdə getdiyi yerə qaçmalıdır. Yəni, N gələcək bura. Yəni, bu yasaq eləbəsi, bu həmişə belədir. Ovçunun birinci gedişdə getdiyi yerə qaçır. Yəni, ovçunun 2 gediş öncə, daha doğrusu, getdiyi yerə qaçır. Hətta daha rahat görəsiniz deyə, dediyim kimi, bunu doldura da bilərsiniz bunları. Dolduranda artıq gördünüz ki, yalnız Şam boşudur, düzdür. Ona görə gəlirdi Şama. Məsələn, yenə bunları doldurduq, yerdə qalanları. İndi ovçu deyir, 4-cü gedişdə yenidən Şamın yanına gəlir. İndi yenə N qaçmalıdır. Hara qaçmalıdır? Yuxarıda görürsünüz bir dənə boş yer var. Boş yerin altına. Boş yerin altına qaçır, yəni cökəyə qaçır. Digərlərini də tez bir şəkildə doldurursunuz. Hətta ovçunun gedişlərinin hamısını qeyd edib, sonra da baxa bilərsiniz. Məsələn, deyək ki, indi onun ardına o formada baxmağa çalışaq. 5-ci gedişdə çinarın yanına gəlib. 6-cı gedişdə fıstığın yanına gəlib. 7-ci gedişdə cökənin yanına gəlir. 8-ci gedişdə palıdın yanına gəlir. 9-cu gedişdəki hansı şikayət edə bilir, ona baxarıq. İndi bu formada sürətli şəkildə ovçunu yazdım. İndi baxıram 5-ci gedişdəyik. M qaçmalıdır. Hara qaçmalıdır? Boş olan yerin altına. Digərlərini də yazaq. Sonra indi fıstığın yanına gəlib deyə qırmızı buradadır da M qaçmalıdır. Hara qaçmalıdır?
boş olan yerin altına. Sonra baxırıq. N qaçmalıdır, düzdür? Qırmızı çünki artıq N-ə çatıb da. N-i götürüb qırmızı üzərinə yaza bilmərəm ki. N qaçmalıdır. Hara qaçmalıdır? Boş olan yerin altına. Bir də 8-ci yerdə palıda gəlib K qaçmalıdır. Hara qaçmalıdır? Boş olan hissənin altına. İndi 9-cu yerdə hansı heyvanlar şikara çevrilə bilər? İndi bunun üçün baxırıq ki, bizdə hal-hazırda boş yer haradır? Cökə, düzdür? Boş yer buradır. Boş yer cökədirsə, hansı heyvanlar cökəyə qaça bilməzsə, onlar şikara çevrilir. Niyə qaça bilmir? Bayaq bir şərt demişdik, ona baxmadıq. Deyir ki, özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməzlər. Heyvan öz son çıxdığı yerə qayıda bilmir. Fikir ver, yəni fikir verin, görsünüz. Cökədə hal-hazırda hansı heyvanlar olub əvvəlcədən? Eldən el. El cökədən çıxıb gəlib küknara və hələ də küknardadır. Demək, el son dəfə cökədən çıxıb, düzdür? Demək, el cökəyə qayıda bilməz. Sonra fikir verin, N hal-hazırda çinardadır, düzdür? Bundan qabaq, çinara hardan gəlib? Cökədən. Demək, sonuncu dəfə cökədən çıxıb, düzdür? N də cökəyə qayıda bilməz. Məsələn, N hal-hazırda fıstığa qayıda bilər və ya şama qayıda bilər. Amma cökəyə qayıda bilməz. Yəni, son çıxdığı yerə qayıda bilməz deyə orada şikara çevrilə biləcək heyvan. L olur, bir də N. Yəni, cavab olur burada 1, 4, D variantı. Bu sualın biraz başqa cürü düşə bilər. Başqa cüründə ola bilərdi ki, sizə desin, hansı ağacların yanına getsə heyvan şikara çevirilər. Onda da L ilə N-in hal-hazırda olduğu ağacı götürərdiniz. Məsələn, L hal-hazırda küşnarın yanındadır, N də hal-hazırda çinarın yanındadır. Cavabı götürərdiniz, çinarla küknar. Bu sualda da cavab bildik. D variantıdır, bu artıq bizə lazım deyil. Buranı bağlayaq, keçək 13-cü suala. İndi 13 digərlərinə nisbətən daha rahat sual deyə düşünürəm. Sadəcə yazıb baxmağınız lazımdır. Məsələn, burada görəm A ilə B-nin cəmi 20-dir. Yazırsınız A plus B bərabərdir 20. Sonra B ilə C-nin cəmi 32-dir. Yazırsınız B plus C bərabərdir 32. Bir də A ilə C-nin cəmi 28. İndi fikir verin. Deyirəm ki, bizdən A plus B plus C-ni soruşur, düzdür? Mən bunların hamısını alt-alta toplasam nə olacaq? 2 dənə A, 2 dənə B, 2 dənə C, düzdür? 2A plus 2B plus 2C. Nəyə bərabərdir? Bunların da hamısını toplayırıq. Alınır 80. İndi 2A, 2B, 2C 80-dirsə, buradan 2-ni elə mötərizə xaricinə çıxara bilərsiniz. 2 vurulsun A plus B plus C bərabərdir 80. A plus B plus C bərabərdir 80 bölünsün 2, yəni 40. Yəni cavab olacaq D variantı. Çox rahat bir şəkildə əslində həll eləmək olur. Ondan sonra digərlərini ayrı-ayrı da tapa bilərsiniz. A, B, C-nin üçünün cəmi 40-dırsa, B ilə C-nin cəmi də 32-dirsə, A olacaq məsələn burada 8. Sonra A 8-dirsə, A ilə B-nin cəmi 20-dir. B olacaq 12. A ilə C-nin cəmi 28-dirsə, A 8-dir, C də olacaq 20. Yəni bu formada da digərlərində ondan sonra tapmaq olur. Gəlirik 14-cü suala. 14-cü sualda bizdə belə bir qayda var. Kublarda. Bir, qarşılıqlı üzlərdir. Qarşılıqlı üzlər məsələn demişik, eyni bir kubun yəni bağlı formasında görsünə bilməz. Çünki 5-in bir də bu qarşı hissəsində qalan, onun paralel hissəsində qalan üskü var. Onların eyni anda siz görə bilmərsiniz də, fiziki olaraq mümkün deyil. İndi belə baxaq. İkinci qaydaya baxaq. İkinci qayda ondan ibarətdir ki, eyni kubun 2 dənə eyni üzü görsənirsə, məsələn 2 ilə 5, 2 ilə 5, düzdür? Yerdə qalan üçüncü üzlər, yəni 1 ilə 6 qarşılıqlı üzdür. Yəni həmişə ödənir. Məsələn, baxıram, A variantında 1 ilə 6 qarşılıqlı üzdür, problem yoxdur. B variantında 1 ilə 4 qarşılıqlı verib, olmaz. C variantında 1 ilə 5-i qarşılıqlı verib, olmaz. D variantında 1 ilə 2-ni qarşılıqlı verib, olmaz. Qalır yalnız A ilə Y variantı. İndi orada baxaq, nə edə bilərik həmin variantlarda. Həmin variantlarda baxanda görəm 2 ilə 5-i bizə qarşılıqlı üz olaraq verib. Bizə demişik ki, qarşılıqlı üzlər kubun, yəni bir kubun bağlı formasında görsənə bilməz eyni anda. Amma bura fikir verin, 2 ilə 5
rahat şəkildə görsənir. Yəni 2 ilə 5 qonşu üzdür, qarşılıqlı üz deyil. Amma Y variantı qarşılıqlı üz olaraq verib. Ona görə cavab olaraq Y variantı da ola bilməz. Düzgün cavab alacaq A variantı. İşarələyirsiniz A variantını, keçirsiniz 15-ci sualı. Burada da deyir, fiqur qatlanıb, sonra üzərinə kəsiklər edilib, açılanda hansı fiqur alınır? Bunu rahat bir şəkildə tapmaq üçün, normalda deyək ki, qatlanma bu formada verəndə çətin olur da. Yəni, əyri xətlə verilib, bunu açmaq çətin olur. Belə düz xətlərlə olanda simmetriyanı rahat tapa bilirsiniz. Amma belə əyri xətlə olanda simmetriyası çətin gələ bilir. Onun üçün də üsulumuz var. Demək necə? Gəlirik variantlara. Birinci baxırıq ki, bu hissə, bu fiqur birə-bir. Bütün variantlarda var, yoxsa yox. İlkin hissə. Hansı variantda yoxdursa, onu birbaşa çıxırıq. Bir dənə baxaq. Demək, A-da var. A-da varsa elə digər variantlara A ilə müqayisə edə bilərik də. Sonra B də elə A ilə eynidir. C də onlarla eynidir. D də eynidir. Y də eynidir. Yəni, ilkin hissə hamısında var, bir problem yoxdur. Ondan sonra elə birbaşa aşağı baxa bilərsiniz. İndi simmetriyə necə baxırıq? Götürürsünüz, məsələn, bu iki tərəfin bizə simmetriyası lazımdır, düzdür? Simmetriya xətti üzərində bir nöqtə götürürəm. Bu nöqtədən aşağıdakı fiqura tərəf bir xətt çəkirəm, soldakı fiqura tərəf bir xətt çəkirəm. Fikir verin, rombun uzun tərəfindən girdi, sonra da kvadratdan çıxdı. Rombun uzun tərəfindən girdi, kvadratdan çıxdı. A variantı simmetrikdir. B variantına baxın. Bu birinci rombdan sonra kvadratdan keçir, amma sol tərəfə birinci kvadratdan sonra rombdan keçir. Birinci romb sonra kvadrat olmalıydı, amma kvadrat sonra romb oldu. Ona görə B variantı simmetrik deyil. Sonra C, D, Y variantlarına baxmıram, çünki A variantının eynisidir. Və A variantı simmetrik etsə, onlar da simmetrikdir, problem yoxdur. Sonra keçək, başqa hissəyə baxaq. Məsələn, baxaq, hansı varianta? Bu hissəyə baxaq. B variantı amma çıxır, B variantı bizə lazım deyil. Məsələn, C variantında görürəm, yuxarı gedəndə romb, sonra kvadrat, sola da romb, sonra kvadrat. Amma buradan götürürəm, sola romb, sonra kvadrat, yuxarı amma kvadratdan keçirir. İkisindən keçirə bilmirəm. Ona görə A variantı da düz deyil. Sonra Y variantına baxıram, sola romb, sonra kvadrat, yuxarı amma kvadrat, sonra romb. Y də səhvdir. D variantı C ilə eyni idi deyə C-ni yoxlamışdıq da. D variantında orada problem yoxdur. İndi D ilə C qalıb, onların baxım hansı hissəsi bir-birinə fərqlənirsə, ora baxaq. Görürəm aşağı hissə fərqlənir. Sağ aşağı. Görürəm D variantında sola gedəndə kvadrat sonra romb, kvadrat sonra romb. Problem yoxdur. C variantına baxıram. Sol tərəfə gedəndə kvadrat sonra rombdursa, aşağı kvadrat və ya başqa hissədən götürsəz romb. Yəni ikisindən də keçirə bilmirsiniz də. Fərq açıq aydın görsənir. Ona görə C variantı da səhvdir. Düzgün cavab olur. D variantı. Bunu da işarələyirsiniz, keçirsiniz 16-cı sualı. 16-cı suala baxırıq. Burada bilirik ki, simmetriya var. Yəni, məsələn, neçə dənə bu fiqurdan varsa, onun əksi olan fiqura baxaq bu formada. Bunların sayı eyni olmalıdır. Simmetrik olaraq bir-birini tamamlasınlar. Məsələn, 10 dənə sağa baxırsa, 10 dənə sola baxmalıdır bu formada. Məsələn, birinci buradan nədən başlaya bilərik? Boyun hissəsindən başlaya bilərik. Görən biri sola baxır. Sola baxanları qırmızı ilə 2, sağa baxanları göy ilə götürərik. 4, 5, 6, 7 dənəsi sola baxır, düzdür. Bir də sağa baxanlara baxaq. 1, 2, 3, 4, 5, 6 dənəsi sağa baxır. Şərt bizə nə deyir? Deyir, qanunluğu müəyyən edin və onu pozan fiquru tapın. Demək, bir dənəsi pozur, onu çıxarmalıyıq. Gördüm ki, bizdə 7 dənəsi sola baxır, 6 dənəsi sağa baxır. Demək, bir dənə sola baxanı azaltsan, qanunluq tamamlanacaq. Bir dənə sola baxan azalmalıdır. Demək, variantda sola baxan bir dənə götürməliyəm. Y sağa baxır, C-də də boyun sağa baxır, A-da da sağa baxır. Qalır B ilə D. İndi B ilə D-ni görəm hansı hissədən fərqləndirə bilərəm. Məsələn, aşağı hissədən fərqləndir. Ona görə baxaq aşağı hissəyə. İndi aşağı hissədə görəm C kimi fiqur var, düzdür. Baxıram neçəsi sağa baxır. Yəni C formasındadır. 1, 2, 3, 4-ü C formasındadır. Bir də onun əksinə baxaq. 1, 2, 3, 4, 5-i amma onun əksinədir. 4-ü C formasındadır, 5-i əksinə. Demək, bu əksinə olanların tərsinə C-lərdən biri çıxmalıdır ki, tarazlıq bərpa olunsun, düzdür. Variantlara baxıram.
Boyun hissəsi sola, aşağıda da bu tərsində C formasında olan bir dənə B variantıdır. D-də ümumiyyətlə 3-cü formasındadır. Heç D lazım deyil. Həm də 3-cü formalarına baxsaz, görərsiniz ki, sola baxan da 2 dənədir, sağa baxan da 2 dənədir. Yəni onlarda bir problem yoxdur. Ona görə burada da cavabı bildik. B variantı, yəni ümumi fiqura baxmaq lazım deyil, xırda-xırda baxa bilərsiniz. Keçirik sonra 17-ci sualı. İndi 17-ci sual ardıcıl sualdır. Bu sualın üzərinə elə bir çox ardıcıl sualını izah edəcəyik. Ardıcıl sualına necə baxırsınız? Baxıram ki, ədəd artır, azalır. Artır, azalır. Bu formada gedirsə, siz bunu düz belə baxmırsınız. Yəni demirsiniz 586-dan 685, sonra 505 belə alınmır. Deyirsiniz bunu qruplaşdırım, rahat olsun. Bir dənə buraxdım, ikincisini götürdüm. Bir dənə buraxdım, ikincisini götürdüm. Yəni bu formada baxıram. Görəm indi baxanda 586-dan 505-ə azalır, sonra yenə azalır, azalır, azalır. Digərlərini də belə qruplaşdırdım. Burada da görəm azala-azala gedir. Yəni bayaq azalıb artırdı, amma görürəm ki, indi ya azala-azala gedir, ya artı-artı gedir. Yəni rahat bir formada tapa bilərik. İndi baxın fərqləri nə qədərdir. 81 azalıb, sonra 27 azalıb, sonra 9 azalıb. Ümiddirəm 81 azalıb, 27 azalıb, 9 azalıbsa azalan qiymətlərə fikir verin. Ya deyə bilərsiniz 3 üstü 4, 3 üstü 3, 3 üstü 2, indi 3 üstü 1 olsun, yəni 3. Ya da deyə bilərsiniz 3 dəfə azalır da. 81 idi, 3 dəfə azaldı 27. 3 dəfə azaldı 9, indi də 3 dəfə azalsın 3. Yəni 469-dan 3 çıxıram, 466. Bir aşağıdan baxırıq. 685-dən 64 çıxdı, 21. Yəni 621. Yenə 64 çıxdı, 557. Yenə 64 çıxdı, indi yenə 64 çıxacaq, qalacaq 429. Yəni cavabımız olacaq 466, 429. Burada da cavab olur C variantı və bununla da bugünlük izahımızın sonuna çatdıq. Sağ olun. Gələn izahlara dək.